dostlar, indi bizim soru-sual mərhələmiz olacaq. Xatırladım ki, hədiyyələrimiz Adgodan promo paket, Gutenbergdən hədiyyə paketi və Tudors'dan köynə hədiyyəmiz olacaq. Yəqin ki, 5-6 sual alarıq, Günün xanım. Yəqin ki, 5-6 sual alarıq. Buyurun, sual vermək istəyən varsa əlini qaldırsın. Ferrari tanır. Ora zəhmət olmasın. Aha, xanıma verin. Buyurun. Mən Şamay Bayramlı, Menci Construction HR meneceriyəm. Sualım Vüqar bəyə idi. Etimad məsələsinə toxundu. Belə bir sualım var idi. Etimadın yüksək olduğu şirkətlərdə nəzarəti azaldırmı sizcə? Nəzarət azalmasına gərək varmı, yoxsa yoxdur? Çox sağ olun. Çox sağ olun sual üçün. Etimad nəzarəti azaldırmı? Əslində, siz bu toyuq yumurta dilemmasıdır da. Biz nəzarəti ignor etməməliyik, biz nəzarəti kənara qoymamalıyıq. Fəqət nəzarətin nə zaman işləmədiyini müəyyən etməliyik və onu aradan qaldırmalıyıq. Çünki nəzarət hər zaman ona ehtiyac yoxdur və əməkdaş, komanda üzvü, biz özümüz də komandanın üzvü kimin üçünsə, yəqin ki, nə etmək olduğunu yaxşı bilir və sizə kimsə bunu öyrədəndə, göstərəndə bu qıcıq yaradır bəziləri. Əbərtəyi ki, biz mütəxəssislərlə işləyirik və çalışırıqsa. Və bu kontekstdə hansısa hissəni ötürəndə, delegasiya etməkdən danışmıram, hansı hissəni ekspert etibar eləyəndə və bunun üçün şərait yaradanda ki, adam ən yaxşısını göstərsin. Yəni, dirijorun işi orkestr idarə etməkdən savayı, həm də onun içərisində o, bilirsiniz, bəlkə də siz hansısa bir böyük bir konsertlərə baxmısınız, harada şərait yaradır ki, hər kəs öz improvizasiyasını eləsin. Piyesadan kənar. Və bu onun ən gözəl hissəsidir. Niyə? Çünki hər kəsənin içində bir artist var, yaradıcılıq var. Və onu çiçəkləndirmək lazımdır. Bu, o deməkdir ki, biz nəzarəti söndürürükmü? Yox, sadəcə haradasa söndürürük və insana performans şəraiti yaradırıq. Mən düşünürəm, bu işçinin inkişaf səviyyəsindən də asılıdır. Əlbəttə ki, onu özümüz Təbii ki. Oldu, çox sağ olun. Növbəti. Buyurun. Sualım əslində hər üç spikerlər ilk öncə çıxışları üçün təşəkkür edirəm. İdarə etmə alətlər panelində günün ən böyük trendi günün ən böyük trendindən qaçmaq olmaz. Bu süni intellektdir təbii ki. Bir CEO olaraq və süni intellekt alətlərin gündəlik strateji idarə etmənizdə necə daxil etmisiniz və yaxın 3 ildə süni intellektin biznes modelinizə, yəni sizin hal-hazırda fəaliyyət göstərdiyiniz bir biznes modelinizdə necə dəyişiklik gözləyir? İcazənizlə bu suala mən cavab Buyurun, verim. Biz texnoloji şirkət olduğuna görə süni intellektdən istifadəyə böyük üstünlük veririk və qətiyyən əməkdaşlara qadağan eləmirik ki, süni intellektdən istifadə etmək olmaz. Hətta bunu təşviq edirik ki, onu istifadə eləsinlər. Çünki mənasını başa düşmək lazımdır. Burada da ən böyük dəyər yaradan məsələ rəhbər deyəndə ki, süni intellektdən istifadə etməz, özü istifadə edirmi? Niyə işçi süni intellektdən istifadə etməlidir? Yəni, yenə qayıdıram mahiyyət məsələsinə ki, yəni, tamam, süni intellektdən istifadə edək, mahiyyətimiz nədir? Sonda getmək istədiyimiz yolu göstəririk. Artıq o yola çatmaqdan ötürü ən sürətli və effektiv vasitəni seçirik. Hansı ki, bugünkü gündə bu süni intellektdir. Çox sağ olun. Növbəti. Buyurun. Cahandar. Bura zəhmət olmasa. Salam, axşamınız xeyir. Əvvəlcə möhtəşəm tədbirə görə təşəkkürümü bildirirəm. Son çıxışlarda həqiqətən tədbirin sonunu gözləməyə layiq çıxışlar idi. Minnətdaram. Mən etimadla bağlı bir sual vermək istəyirəm cənab spikerə. Məsələ nədir? Məsələn, düşünürəm ki, ehtiyacların iyerarxiyası adına bir motivasiya teoriyası var. Maslow'un da, Herzberg'in də bunu artıq burada oturanların hamısı da bilir. Bəzi ehtiyaclar qarşılanandan sonra, əməkdaşların bəzi ehtiyacları qarşılanandan sonra artıq əməkdaş özü də ona etimad göstərilməsi ehtiyacını duyur. Bu özü də bir ehtiyacdır. Yəni, əməkdaş müəyyən bir mərhələyə gəlib çıxandan sonra onun elə bir ehtiyacı yaranır. Artıq onun hansısa əmək haqqı, digər motivasiya alətləri ona etimad göstərilməsi qədər motivasiya eləmir onu. Sualım budur ki, bəzən bizim bir rəhbər kimi etimad göstərdiyimiz hansısa əməkdar, ki o da idarəçidir,
bunu özü üçün böyük bir motivasiya alətinə çeviribsə və biz onun verdiyi qərarla razılaşmırıqsa, amma bilirik ki, bunu ona bildirsək, motivasiyası tamamilə aşağı düşəcək. Bildirməsək də kör-kör, gör-gör yanlış nəticəyə, yanlış yekunlarla nəticələnəcək. Biz həmin anda hansı o qızıl ortanı tutmalıyıq ki, həm onun üçün sizin bayaq bildirdiyiniz kimi meydan yaratmış olaq səhv eləmək üçün, yoxsa onun səhvi şirkət üçün hansısa performansda geriləməyə səbəb ola biləcək deyə əvvəlcədən qarşısını alaq ki, bu da onun motivasiyasına mənfi təsir göstərə bilər. Belə bir mürəkkəb hal ki, real həyatdan qarşılaşdığım məqamlardan biridir. Bu sualı başqa bir sualla da biraz əlaqələndirib. Çox qısa, tamam, bunu çox qısa deyəcəm. Əslində, bundan əvvəlki çıxışlara aid olan bir sual idi. Sadəcə oxşar suallar da deyə deyirəm. Bəzən əməkdaşlara hansısa motivasiya alətlərini təmin edəndən sonra onların növbəti ehtiyacları ki, formalaşır. Biz həmin o formalaşan ehtiyacları artıq bəzən bizdə qıcıq formalaşdırır ki, sən görmüsən mən hansı şəraitdə işləmişəm, hansı şəraitdə bu şirkəti qurmuşam. İndi mən sənə hər gün yeməkdə ət yeməyi verirəm, məsələn deyirəm, sən sushi də istəyirsən üstündə, məsələn deyirəm. Həmin anda mən tanış gəlir yəqin ki, bu dediyim burada sahibkarların çoxuna bu məqam. Həmin anda bəzən adamın ürəyindən keçir ki, onun həmin o tələbini, həmin o motivasiya aləti kimi olan... Sualı formalaşdıraq zəhmət olmasa. Tamam. Həmin o tələbini təmin etməyim, getsin başqa yerlərdə görsün ki, belə bir şeylər vapşı yox imiş və mənim qədrimi bilsin. Bu cür qıcıqların qabağını almaqdan ötürü hansı psixoloji tövsiyələr verərsiniz sahibkarlara? Sağ olun. Buyurun, sual yanınızda qaldı. Maraqlı biraz daha şeyə çıxacağım, çox sağ olun. Yəni, siz feedback verməklə və motivasiya aləti ilə və eyni zamanda da etimadla kontekstində danışdınız və siz hər dəfə konteksti danışanda mən çalışırdım o kontekstdə beynimdə cavab formalaşdırım və axırda mən konteksti itirdim. Bilirsiniz nəyə görə? Ona görə ki, mən çalışırdım sizi dinləməyə əvəzinə sizə cavab hazırlayım. Və feedback də bu şəkildə işləyir. Əgər siz əməkdaşların arasında dinləyirsinizsə axıra qədər fikirləşmədən və aksept edir və əməkdaş da tərsinə, əgər bu mühiti yarada bilirsinizsə, feedback bacarığı, feedback tənqid deyil, feedback təhqir deyil, feedback göstəriş vermək və nəsə öyrətmək deyil. Feedback sadəcə sağlam eşitmək və dinləmək bacarığıdır. Və dinləmək özü-özlüyündə cavabı fikirləşmək prosesi deyil, hansın ki, mən bu dəqiqə çox səhv olaraq etdim. Yəni, dinləmək özü-özlüyündə sadəcə təmiz beyinlə, sakit susmaqla dinləməkdir. Yəni, tam dinləməkdir. Qarşıdakını görməkdir. Budur, əgər bunun psixoloji tərəfini sorur. Ən böyük alət də məncə budur ki, ümumiyyətlə tövsiyə eləmirəm əməkdaşlara hansısa bir psixoloji alətləri tətbiq etmək. Çünki nə vaxtsa bunu kimsə daha yaxşı bir tərəfdən biləcək və gəlib bunu sizin üzünə deyəcək və bu sizə yaxşı təəssürat yaratmayacaq ki, sən məndən manipulyasiya edirsən. Bu yaxşı şey deyil. Amma digər tərəfdən də biz feedback vermək və almaq təcrübəsini və mühit mədəniyyətini yaratmışıqsa şirkətin içində, onun ardınca etimad gələcək. Mən öz təcrübəmə demək istəyirəm ki, bizim şirkətin içində yeni başlayırıq, açıq söhbət günləri təşkil edirik və hamıya aydın şəkildə feedbackini verə bilər. Amma biz bunu eləməmişdən qabaq hamıya feedback nədir, necə olmalıdır, necə onu qəbul eləmək lazımdır və demək lazımdır. Bunu aşılamışıq. Ona görə hazır hiss eləyirik özümüzü. Bu çox vacibdir. Çox sağ olun, Vüqar müəllim. Çox sağ olun. Əsas odur feedbackdən sonra davam eləyəcəyik, dava düşməsin. Növbəti, indi baxacam. İndi keçəcəm sağa, axırıncı. Salam, hər vaxtınız xeyir olsun. Əli Nəcəfov. Mənim sualım ondan ibarət idi Orxan bəyə. Rəqəmsal transformasiya prosesində data hər şeyi həll edir, yoxsa SEO-nun insan, yəni psixologiyasına daha uyğun, yoxsa qərarlar verməyi həll edir? Yəni bu həlli Data əsaslı qərar vermək yoxsa? Sualınıza qısa cavab verəcəm. SEO-nun insan kimi düşünüb rəqəmlərə istinad edərək qərar verməsi daha effektiv olur. Çox sağ olun. Burada var mı sual bu tərəfdə? Buyurun, Vaqif. AI vasitəsilə məlumat bolluğuna erişmək
sizlər üçün çox rahatlıq vardır. Və bu məlumat bolluğu rəhbərin verdiyi qərarın keyfiyyətini artırır, yoxsa öz müstəqlərinə olan etimadını zəiflədir? Yaxşı, sağ olun. Kim cavab vermək istəyir? Siz buyurun, Enan. Çox gözəl sualdır. Əslində, bununla bağlı indi belə bir dilemma var ki, araşdırma da olunur ki, data-driven qərarlar nə qədər data-drivendir? Çünki 100% data-driven bir qərar yoxdur. Müəyyən qədər orada subyektiv qərar vermə mexanizmi var və bunun nə qədəri datanın əsasındadır. Mənə elə gəlir ki, sualınızın cavabı ən yaxşı halda bu olacaqdır ki, idarə etmə stilindən asılı olaraq mütləq şəkildə məlumat əsasında qərar verilməlidir. Amma instinktdən də ziyadə, sadəcə təcrübə əsasında yığılmış o qərarı verərkən müdriklik deyək buna, o müdrikliyi əldən vermək lazım deyil. Məlumat əsaslı olsun, amma lazımı qədər məlumat əsaslı. Simyoz olmalıdır. Son sual. Arzu xanım. Salamlayıram hər birinizi, təşəkkür edirəm. Sualım birbaşa mövzuyla əlaqəli olmasa da, amma düşünürəm ki, hər üç spiker CEO-dur və uyğun cavab verə bilərlər. Mənim üçün maraqlıdır ki, siz bir şirkətin gələcəyini proqnozlaşdırmaq üçün əsas hansı üç vacib nüansa baxırsınız? Ya baxıla bilər, belə sual verim. Cavab verə bilərəm öz tayımdan. Birincisi, biz nəyi bilmirik. İkincisi, bilirikmi ki, biz onları bilmirik. Və ikincisi, hazırıqmı bilmədiyimizi qəbul etməyə. Məncə bunun üzərindən və əvvəlki sualın da bir tezisini demək istəyirəm. Donald Rumsfeldin çox məşhur çıxışı var. Amerika ştatları birinci dəfə İraqı bombalayanda ondan soruşmuşlar ki, siz həqiqətən əminsiniz ki, orada bomba var. O demişdi ki, bilirsiniz, sizin bildiyiniz, bilən məlum şeylər var. Bildiyiniz məlum olmayan şeylər var və bilmədiyiniz məlum olmayan bir şeylər var. Və idarə etmə də belədir. Biz heç bir datanın üstündə fokuslana bilirik, amma bəzən data var ki, biz onu bilmirik ki, bilmirik. Oldu, çox sağ olun. Dostlar, təşəkkür edirik. Məncə 3 qalibi seçməyin vaxtıdır, müəllimlər. Birinci hədiyyəmiz Ədqodan prom paket olacaq. Kimə verək? Kimi seçərdiniz? Orxan müəllim, buyurun. Bəyin adı yadımdan çıxdı. Vaqif bəy. Bəli, bəli. Vaqif bəy, alqışlayırıq sizi, yaxınlaşın, zəhmət olmasa. Nigar xanım. Təbii ki, əfərin. Budur, Ədqo budur. Səni. Dəyişə yerimiz. Ne ki? Təbii edirik, çox sağ olun. İkinci hədiyyəmizi kimə verək? Vüqar müəllim, Enar müəllim. Buyurun. Mən uzun sualı verən dostumuz hardadır? Ona həqiqətən də sualı verərkən sualın özünü bir qıra qoyaq, ürəkdən belə deyək də yanaraq o sualı verir ki, bəli, o dərdi çəkibdir, o problemi görübdür. Məncə o suala düşür o hədiyyə. Saxtruqdan hədiyyə. Təbrik edirik. Çox sağ olun. Və üçüncü qalibimiz Mən sonuncu sualı verən, mən deməliyəm, yoxsa? Bəli, seçə bilərsiniz. Sonuncu sualı verən Arzu xanımı çağırırıq yanımıza, buyurun. Arzu xanım, təbrik edirik. Çox tədiyyəsiz getmirsiniz. Dostlar, təşəkkür edirik sizə. Sizə də təşəkkürümüzü bilib, nə şəkil təhdirək sizinlə. Və sonda isə həm spikerlərimiz, həm də moderatorumuz da
xatirə şəkli. Minnətdarıq sizə. Sonuncu paneldə bax belə faydalı və düşünürəm kifayət qədər maraqlı və yadda qalan bir panel oldu. Alqışlarınızla. Və beləliklə də dostlar, ölkəmizdə Sat Qrup şirkətinin təşkilatçılığı ilə keçirilən 8-ci Biznes İdarəçiliyi forumunu yekunlaşdıra bilərik. Hər birinizə sonda dərin minnətdarlığımızı bildiririk və ənənəvi olaraq Azad bəy, gəlin səhnəyə. Hamılıqla birlikdə xatirə şəkli çəkdirək. Siz gələnə qədər mən bütün tərəfdaşlarımıza, bütün sponsorlarımıza, bax bu forumun ərsəyə gəlməsində əməyi olan hər kəsə, Ritz-Carlton otelinin əməkdaşlarına, bütün belə deyək, texniki işçilərə, fotoqraflarımıza, ki sonda da onlar xatirə fotosunu onlar çəkəcəklər, dərin minnətdarlığımızı bildiririk. Gəlin, səhnəmiz böyüdür, Ledaz Event şirkəti çox nəhəng bir səhnə hazırlayıb, hamıya yer var. Odur ki, hamı gəlsin səhnəyə. Bu xatirə fotosunda siz də olun. Gəlin yanımıza. Çox sağ olun, özünüzü alqışlayın, təşəkkür edirik. Növbəti forumlarda görüşərik.